Ramiz müəllim, cənab prezident böyük uğurlar əldə elədi. Bütün Dağlıq Qarabağ bilirsiniz, azad edildi. Bağlı mənə sual vermeyin. Yəni uğur kimi qiymətləndirirsiniz də yəqin ki bunu böyük bir uğurumuz kimi qiymətləndirirsiniz. Soğuk. Yenə deyirəm də mənə sual vermeyin. Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə edilmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirməkdən boyun qaçırıb. Jurnalistin ona "Cənab prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına onunla bağlı mənə sual verməyin deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki bunu böyük uğur kimi qiymətləndirirsiniz" sualıma isə yenə də deyirəm, o barədə sual verməyin deyərək cavab verib. İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.